Vaxtınız xeyir olsun değerli izləyicilərimiz. Bu dəfə sizlərə satışla yox, evin kirayəsi ilə bağlı bir gözəl bax sizə çəkib göstərəcək. Allah hər kəsin malının mülkünə bərəkət versin inşallah. Məştaqa Buzovna yolunda tam yola yaxın ərazidə gözəl bir bağ evimiz kirayəyə çıxıb inşallah. Tam əşyaları ilə bir yerdədir. 2 ayı 7.000 manatdır inşallah. Reallıq olarsa yəqin ki, ev sahibi tərəfindən endirim olunacaq və tam əşyalarla birlikdə verilir. İnşallah keçək həyətini inşallah sizə tanış edək. Sonra evin yuxarısına qalxıb yuxarısını sizlərə tanış edəcək. Aşağıda da belə deyək otaqlar var, yuxarıda da otaqlar var. Keçək inşallah tanış edək sizə. Hardasa bir 12 sotun içindədir. Bisetkası meyvə ağaclarına qədər var. Belə bir bağa bilirik kirayə. İnşallah bir dənə giriş hissəsini təqdim edək, ən azından zəhmət olmasa. Şirin, gözəl bir giriş hissəsi var və evi göstərək və sol tərəfini göstərək sizə. Bax, burada uşaqlar üçün balaca bir basen qoyub, uşaqlar üçün nəzərdə tutulub. Bax, burada belə bir navesti var. Böyük bir navesti. Və sonra yuxarıda bisetkası var. Bisetkasını indi çəkib sizlərə təqdim edəcək. Və qeyd edirik ki, kirayalıqdır, 2 ay verilir, 7.000 manatdır. Bu hissəni də göstərək sizlərə, əl qurusu nə qədər var və əlavə basenisi də var. İndi baseni də təqdim edərik sizlərə. Və keçək bisetka və bisetkadan böyük basenini sizlərə göstərək. Yəni manqalı var, stolu var, stolu var. Həyətdə belə yəni işıqlandırmaya qədər var. Çox səliqəli bir bağdır. Və keçək bisetka hissəsini göstərək. Gəlin burada zəhmət olmasa. Bax gördüyünüz kimi gözəl belə bir bisetkası var. Bisetkası var. Və basenisini göstərin zəhmət olmasa. Və sağ tərəfi də çəkin zəhmət olmasa. O izləyicilərimiz tam rahat bir şəkildə izləsinlər. Onu da nəzərinizə çatdıraq dəyərli izləyicilərimiz. Həm yerinə görə, həm havasına görə möhtəşəmdir. Keçək inşallah evin içindən sizlərə təqdim edək. Zal hissəsini göstərək sizlərə. Böyük bir gördüyünüz kimi zalı var. Böyük bir zalı var. Sonra böyük bir belə səliqəli bir mətbəxi var. Fikir verin. Belə bir səliqəli mətbəxi var. Bu birinci mərtəbəsidir. Və aşağıda sanuceldir. Fikir verin, sanuceldir. Böyük, yəni kiçik sanucel deyil. Gördüyünüz gibi. Və qalxırıq ikinci mərtəbənin inşallah təqdimatına. Və qeyd etdiyimiz kimi əşyalar nə varsa qalacaq. Sadəcə ola bilər ki, qardaş süngül 5 valası onu gətirər. Və ikinci mərtəbəni təqdim edək sizlərə. İkinci mərtəbədə 3 yataq otağıdır, 1 sanuzeldir. Yataq otağını göstərək inşallah sizdə. Bura foyesidir. Burada bir yataq otağı var. Bunu göstərin zəhmət olmasa. Sırf yəni belə deyək də, bu yayı dincəlmək istəyənlər gəlib inşallah qala bilərlər və qeyd etdiyimiz kimi 2 aylıqdır hələ ki. Qiyməti 7.000. Göstərin zəhmət olmasa. Və üçüncü otağımızı təqdim edək, sonra sanuzelimizi göstərelim. Sanuzeldə göstərin və sanuzeldə də duş kabini nəzərdə tutulub. Onu da göstərək izləyicilərimiz tam rahat bir şəkildə izləsinlər. Və dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məştaqa Buzovna yolundadır. Tam yola yaxın ərazidir və 12 sot torpaq sahəsi olar, bəlkə də biraz çox olar. Və qeyd etdiyimiz kimi həyətdə böyük bir bisetkası, hovuzu və aşağıda belə deyək, bir zal, bir mətbəx, bir sanucel, yuxarıda da 3 otaq
bir sanuzəldən ibarətdir və 2 aylıq 7.000 manat tam əşyalarla bir yerdə. Və səhifəmizi izlədiyiniz üçün Məşədə Əməkdaşları rəhbərliyindən sizlərdən təşəkkürümüzü bildiririk.